Hoş gördük, hörmətli Kolalı televiziyasının izləyiciləri. Hər birinizi bugün də hoş gördük. Çoxdandır televiziyamızda bir neçə müddətdir verişlərimizdə dayanmalar olmuşdur. Ancaq bu günləri şükürlər olsun ki, biz artıq çəkişlərimizə başlayırıq. Bizim mövzularımız davam edir. Bu günləri, bugünkü görüşümüzdə mən istərdim ki, Kolanı oymağında, Kolanı elindən olan musiqistlər haqqında biraz da söhbət açım. Ancaq bundan əvvəl onu qeyd etmək istəyirəm ki, 7 kəndi özündə birləşdirən Kolanı mahalında böyük qəhrəmanlar, musiqiçilər, alimlər yetişmişdir və bu günümüzə qədər onların dövlətə, dövlətçiliyə böyük sədaqəti olmuşdur və dövlətimizin istər mədəniyyətində, istər idmanında, istər hərbisində böyük xidmətləri olmuşdur. Bu torpaqda, bu ildə Tofiq Vəliyev kimi tarix elmləri doktoru, professor, Əkbər Bayramov kimi psixologiya elmləri doktoru, professor, Yalçı Bayram Bayramov və bir neçə böyük ziyalılarımız olmuşdur. Və bugünkü söhbətimizdə yəqin ki, biz o sahədə yox, o sahədə bizim tarixçilərimiz söhbət aparacaq, gələcək verişlərimizdə. Bizim böyük qəhrəmanlarımız olub və bunlardan milli qəhrəmanlarımız müharibə devrində, Qarabağ müharibəsində bizim milli qəhrəmanlarımız olubdur və buradan Yelmar Edilov, Nadir Əliyev, Əlabbas Qarayev və eləcə də Murov Qartalı kimi qeyd olunan və misilsiz rəşadətli bir həyat yolu keçmiş Raquf Orucov bu mahalda, bu Kolanı mahalından olmuşdur. Biz yəqin ki, Kolanı tarixi, Kolanının müəyyən sahələri üzrə söhbətlər, onun tarixi keçmişi, bu barədə biz tarixi söhbətlərdə söhbət aça bilərik. Ancaq bu günləri biz eləcə də bizim Kolanların musiqi sahəsində də böyük xidmətlər olmuşdur. Söhbət yenə deyirəm, bugünkü qeyd etdiyim Xaçın Dərəsi Kolanından söhbət gedir. Buradan Elza Qaybaliyeva, Nəzakət Teymurova kimi səhnəmizin leylisi, gözəl insanlar, musiqistlərimiz olmuşdur. Və bugün də istəyirəm ki, hal-hazırki devrimizdə Azərbaycan musiqisini əyalətdə geniş təbliğ edən insanlarla sizi tanış edeyim. Və ona görə də istəyirəm ki, bugünkü söhbətimiz gözəl musiqi ifaçılarından olsun. Bu qəbildən istəyirəm qonağımızı sizə təqdim edeyim. Quliyev Nüsrət Qüdrətoğlu. Mən xahiş edərdim, Nüsrət müəllim özü haqqında daha ətraflı məlumat versin. Çox sağ olun Nadir müəllim. Sizdə çox zəhmətiniz var bu Kolan TV-də. Mən biləm, izləyirəm. Allah bizim o bütün Kolanların hamısının canını sağ eləsin. Bizim Kolanlı eli qoçaq cəmaat olub, qəhrəmanlar olub. Mən Ağdamın Qalaçılar kəndində anadan olmuşam. 1964-cü ildə, 71-də birinci sinifə getmişəm, oranı qutarmışam və 87-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olmuşam. Biz qutaran ili müharibə başladı, institutu. Biz o vaxtdan da elə döyüşlərə qatıldıq. İlk o vaxtları bizdə müdafiə dəstələri yalanırdı. Şirin Müzəyev, Allah rəhmət eləsin, milli qəhrəmanımız. Şirin Müzəyev kətlərdən ordu yığırdı ki, düzəlsin. 28 nəfər bizdən könüllü uşaqlar yığıldı. O vaxtları yəni hələ ordu yox idi. Ancaq elə Əli Yalın postlarda durub qoruyurdu kətləri. Sonra 1991-ci ilin axırında milli ordu yarandı. Orada Şirin Müzəyev briqadası yarandı və orada biz elə xidmət eləməyə başladıq. İlk hücumumuz bizim
Fərux dağına olubdu. Orada da yəni mühasirəyə düşdük, biz yaralandıq. 3 qardaş bir gündə 8 güllə dəydi. Bir gündə. İndi insanın talihi elədir ki, o müharibədə bəxt də gətirir də bəzən. Orada Rafael müəllim də tanıyır. Onların bir kəsçisi bu da bizim yanımızda idi. Zahid rəhmətlik. Allah rəhmət eləsin. Yəni bizim Kolani elinin cəmaatı çox döyüşdü. O vaxtları Nadir müəllimlə şahiddir ki, hətta onların biz o briqada komandirinə qədər öldürmüşdük. Yadınızda Nadir müəllim. Onlar bizim kəndə girə bilmirdilər. Kəndlərə girə bilmirdilər. Kolani cəmaatı götürəndə, bax, Nadir müəllim dedi, bax, Əl Abbas kimi qəhrəmanımız olub, Yılmar kimi bizim qəhrəmanımız olub. Canı dildən vətəni qoruyurdu cəmaat. Canı dildən istəyirdi ki, torpaqlar getməsin. İndi hamımız bilirik ki, elə bu günlərdə elə baxırdım, Elbrus Orucov'da danışır, biz ordu yaradırdıq, ordumuz yox idi. Ordu olsaydı, mükəmməl biz yəqin ki, o inşallah indiki ordu kimi ordumuz olsaydı, biz o qələbələri çala bilərdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İndiki ordumuz, puxtələşmiş ordumuz var. Ali Baş Komandanımızı canı sağ eləsin. Qazilərin canı sağ eləsin. Şükür ki, o kətlərimiz alıb. İnşallah biz yenə gedərik. O kətdə çal-çağırımızı eləyərik. Yəni, mən də uzun müddətdə bu musiqi ilə məşğul olmuşam. Xalqımızın belə toylarında iştirak eləmişik. Onların xeyir işlərində həmişə ən çox mən hər təbliğat aparanda toylarda ilk dəfə Qarabağdan oxuyurduq. Qarabağı yada çıxartmaq istəmirdik ki, yəni cəmaat bilsin ki, bizim Qarabağımız qayıdırıq. Çox gözlədik, düzdür, 30 il gözlədik, amma çox şükür ki, yenə deyirəm, Ali Baş Komandan cənab prezidentimizə ömrümün axırına təşəkkür edirəm ki, bizim o torpaqlar azad olubdur. Biz qayıdıb o torpaqda inşallah yaşayacağıq. Bizim Kolani TV-yə də uğurlar arzulayıram. Nadir müəllim, gün o gün olsun, verişləriniz bol olsun. Geniş şəkildə biz də bizim hələ müəyyən musiqiçilərimiz var ki, burada yoxdur, onlar da iştirak eləsinlər. İstehcat təsnifi var. Aşiqəm kimə yalvarım, onu ifadə edəcəm. Növbəti isə bir mahur təsnifidir.
Eşk olmasa varlık ey bütün efsanedir. Sevgilim, eşk olmasa varlık bütün efsanedir. Eşkiden mehrim olan insanlığa bir canedir ayağım. Ben esir eşkiyem, öz kalbimın öz yurdumam. Ben esir eşkiyem, öz kalbimın öz yurdumun. Öz kalbini, öz yurdunu sevmeyen divanedir. Baksan her yana güzeller bir. Ay 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 baksan her yana güzeller bir. Bu torpak bir cennet değil. Ay Nebi. Sevgi bir mehabbettir, hayatın cevheri. Sevgi bir cennettir. Sevgi bir yalnız cennettir, hayatın cevheri. Bir kere ki eşk sevgin duymasa gamhane bir. Vahide sevgilimden hayalet görmezsen, Vahide sevgilimden hayalet görmezsen şairem. Şairem eşkimde kalbim kimin merdane bir. Aman
Hörmətli Çolan Televiziya tamaşaçıları, sizin hamınızı salamlayırıq. Qarabağ bölgəsindən, Çolan elindən hamınızı salamlayırıq. Bu televiziyanı mən illərdir izləyirəm. Vətənpərvərlik haqqında gedən verilişlərə çox qəlbdən yanaşıram, daimi izləyəcəyəm. Mən də özlüyümdə özlərimə bir öhdəlik götürdüm ki, mən bu televiziyada getməliyəm, çəkiliş olmalıdır. Mən 1968-ci ildə Ağdam rayonunun Əlavalı kəndində anadan olmuşam. Mən Zeynalov Rafail İsmailoğlu 1976-cı ildə həmin kəndin orta məktəbinə daxil olmuşam. 86-cı ildə orta məktəbi qurtarmışam. Bir haşiyədə çıxım ki, mən 78-ci ildən 81-ci ilə qədər Qarabağ bülbüllərində, yəni bizim o vaxtki Murad Rzayevin rəhbərliyindən olan Qarabağ bülbüllərində oxumuşam. Elə ilk musiqi təhsilimi də uşaq vaxtlarımda yetərincə özümə nə qavramışamsa, yəni o vaxtı mən Qarabağ bülbüllərində oxumuşam. Mən bu Çolan TV rəhbərliyinə də minnətdarlığımı bildirirəm ki, belə bizim bu cəsur qəhrəman oğullarımızı həmişə xatırladır. Heç kim unudulmur, heç kim yaddan çıxmır. Bu vətənpərvər verilişlərə görə də bir daha hörmətli Nadir müəllim rəhbərliyinizə təşəkkür edirəm. 94-cü ildən etibarən biz Nüsrət müəllim də dedi, xalq el şənliklərində gedib iştirak edirik. Elimizin çox şənliklərində, Çolanı elinin demək olar ki, 99%-nin xeyir işlərində istər Nüsrət, Müzəffər müəllim, mən, Çingiz qardaşımız da var. İndi müəyyən üzürlü səbəblərdən onlar da bu verilişdə iştirak edəcəklər növbəti dəfələrdə. Mən 1986-cı ildə Əfqanistan Demokratik Respublikasında xidmət aparmışam. Əfqanistandan gəldikdən sonra mən indiki Samara şəhərində havadan müdafiə, indi onlarda aviasiyon institut deyirdilər, indi havadan müdafiə. Orada elektromexanika fakültəsində oxumuşam. Sonra bizim elimizin ağsaqqalı, Allah rəhmət eləsin, Seyid Əkbər ağam elə dəfələrlə mənə deyirdi ki, sən Əfqanistanda xidmət etmirsən, ancaq bu Çolanı eli burada qan çalxalanır. Mənfur bu düşmənlərimiz o vaxtı torpaqlarımız haqqında xoşa gəlməz hərəkətlər edirdilər, yolları kəsirdilər. Hələ 88-89-cu illərdə. Mən o vaxtı həmin institutdan astroşka götürdüm, yəni möhlət hüququ götürüb gəldim Qarabağa. Qarabağda özünü müdafiə rəhmətli Məhəmməd Əsədov bir özünü müdafiə polis dəstəsi düzəltmişdi. 300 nəfərdən ibarət Ağdamda. Mən də gəldim həmin o vaxtı o batalyonun tərkibinə yazıldım. İllərlə çox yerlərdə olduq. Məni Əfqanistanda xidmət etdiyimə görə həmişə məni kəşfiyyata göndərərlər həmişə. O yerlərdə, o Çolanı dağlarında, o dərələrdə hər bir izində bu dəqiqədə gözümün qabağındadır ki, yəni nələr çəkmişik, nələr o muzlular olubdu erməni tərəfdən. Onları zərərsizləşdirmişik. Daşbaşı deyilən yer var, Dağlıq Qarabağın açarı deməkdir o. Mən bir dənə də deyim, Allah cəmi şəhidlərimizə rəhmət eləsin Nadir müəllim. Qazilərimizə də can sağlığı. O 44 günlük müharibədə, yəni bu sevinci bizə yaşatdıqlarına görə məkanları cənnət olsun. Ali Baş Komandanımıza öz minnətdarlığımızı bildiririk. Şəhidlərimizlə birgə
o qazilərimizlə birgə elə bil hər cığırla, hər addımla Ali Baş Komandan oralara belə demiş. İndi hal-hazırda şükürlər olsun ki, torpaqlarımız azaddır. Mənim döyüş yoldaşlarımdan var. Azərbaycanın milli qəhrəmanı hazırda yaşayan Möhsün Məmmədov, Şuşa rayonunun Kosalar kəndindəndir. Onlarla, məsələn, Faiq var Papravətdən, Azərbaycanın milli qəhrəmanı. O da mənimlə bir yerdə xidmət aparmışıq. Elimizin, xalqımızın qəhrəman oğulları Yelmar Edilov, Nadir Əliyev, Raquf Orucov, yüzlərlə şəhidimiz var. Salih qardaşımız var. Ələkbərov Salih və o Çolanın dərəsindən Əlabbas Qarakişi babamın oğlu, Əlabbas qardaşımız da. Çolanda çox milli qəhrəmanlar var. Allahın bugünkü gününə şükür ki, belə televiziyalarımız yaranıbdır. Xalqımızın igidlərini, igid oğlanları, igid oylaqlarımızı, o vətənimizi belə canlandırdığınıza görə, işıqlandırdığınıza görə bir daha sizə minnətdarıq. İstərdim ki, bu gözəl verilişləriniz uzun müddətli davam etsin.
uzaktan geçende cennet yolunu senin külahlarına sayılsın kebap karabanda köz karabanda Şayretme istesene gel bu yeri Şayretme istesene gel bu yeri Meclis kurun seslendirin kadri Yakup'u ya bilip hadi bakir Safaratı mezarı gez karabanda Ay aman ay aman Çok çeken sevenden sevdim Aldanıp gurbetten eylememeyi Şimdiki kervansan hala gezdin Bir elim askersan, bir elim askersan Tez karadım aman aman
Beləcə, hörmətli Koranlı televiziyasının izləyiciləri, bir verilişimiz də başa çatır. Bu günləri biz Koranı mahalında olan musiqiçilərimizlə sizləri tanış etdik. Bizim verilişlərimiz silsilə olaraq davam edəcək və siz tamaşaçılardan da xahiş edərdik ki, bizim verilişimizə, bizim televiziyamıza daha doğrusu abunə olasınız. Bizim televiziyamız müharibəndirici işlərini davam etdirəcək və hər birinizə çox sağ olun deyirik. Sağ olun, salamat qalın, gələn görüşlərədək.